Sual verirlər ki, kişinin naməhrəm qadınla tək harasa getməsi nə dərəcədə doğrudur? Və dəfələrlə belə şey olub, kişiyə bu barədə etiraz etdikdə deyir ki, mən pis niyyətlə iş görmürəm və bu səbəbdən evdə söz-söhbət də baş verir. Cavab budur ki, əgər bir kişinin naməhrəm qadınla harasa getməsi onların xəlvətdə qalmasına səbəb olursa, yəni maşında və sair, bu halda bu haramdır və fitnəyə səbəbdir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm naməhrəm kişi ilə naməhrəm qadının xəlvətdə qalmasını qadağan etmişdir. Yox, əgər söhbət ictimai yerdən gedirsə, sözsüz ki, yenə də əgər zərurət olmadan belə bir hal baş verirsə, bu fitnəyə qapı açır və burada niyyətin xoş olması da rol oynamır. Çünki o əməllər ki, fitnəyə səbəbdir, o əməllər etməkdə niyyət rol oynamır. Və ona görə də əgər ciddi zərurət yoxdursa, kişi tək naməhrəm qadınla çölə çıxmasın, bir yerə getməsin. Əgər mümkündürsə, üçüncü bir adam onlarla birlikdə olsun, əgər zərurət yaranarsa buna. Əgər zərurət yaranarsa, o zaman tək yox, başqa bir üçüncü bir adamla və yaxud ictimai yerlərdə, təkdə, xəlvətdə naməhrəm qadınla qalmasın. Amma sözsüz ki, əgər zərurət yoxdursa buna, zərurət olmadan naməhrəm qadınla, xüsusən də əgər cavandırsa, harasa getməsi bu fitnəyə səbəbdir. Həmçinin əgər evdə, ailədə yəni söz-söhbət olursa, kişi bu əməlinə yəni son qoymalı və ailədə söz-söhbət yaranmasını qarşısını almalıdır.